aleyküm. Həcilər xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Dedim, həm sizə qəlyan getirin, həm də görüm nə var, nə yox, nə inirsiniz, nə inəmirsiniz. Demək, WhatsAppda varsınızsa, Facebookda varsa, demək, yatmamışsınız. Avarasını qırırsınız. Atam, bunu bilək, həci gözdür, həci ürəkdir, həci bəbəkdir, həci qaşdır. Ala, insan gözsüz necə yaşa bilər, hə? Həci gözün bəbəyidir, ala, həci ürəkdir. Cəmahat gedir, kardioqrama çıxardır. Kardioqramada nə çıxır? Həci! Demək, həci ürəkdir, bunu bilir, bunu bilir. Bütün cavanlara bunu bildirir ki, həci gələndə bütün yuri cahan, eyni cahan ayağa qalxır. Ala həci deyək, həci sən bilsən də sən böyüdəysən. Şirin, necə yaşa bilər? Yenə də bunları narahat edirsən. Sənə deməmişəm, gələn qonaqları narahat eləmə. Bir dəfə deyim, sənə deyim, narahat eləmə deməmişəm. Atam, bunu bilmək, həci başqa şeydir. Həci ürəkdir, həci gözdür, həci bəbəkdir. Hə, siz həcini qoymuşlar lağına. Belə olmaz. Həci başqa şeydir. Həci ürəkdir, həci böyrəkdir, həci Wi-Fi-dir, həci zaryatdadır. Wi-Fi-stadan necə yaşaya bilər? Hə, həci, sənə qurban oluram. Amma bütün el aləm, şəhərlər, kəndlər, rayonlar, həci nənəndə hamısı ayağa qalxır deyirlər, həci. Hə, bu zamanlardır, WhatsApp-dır, Facebook-dur, girirlər. Həci belə şeylərə girməz. Həci belə şeylər bilməz. Bu WhatsApp-ı da elə belə yazdırmışam. Özümsün, birazdan siləcəm, baxım, görüm cavanlar oldu, nə eləyir? Həci WhatsApp-a girməz. Sənə deməmişəm, bunların yanına gəlmə. Dur görmə. Deməklərlə məşğul ol. Gəlib qonaqlar burada narahat edirsən. Əl-xidmət hənə, sələbələ, təşəbbüsə. Hə.